Trosa baba, trosa sallanır. Ama sonra deyirlər ki, bak, gördüğün nəsə çırpıldı. Bu düşmüyor şu an lift. Mesela bak. Gördün? Lift falan gördünüz. Sınan lift MTK ilə sakinlər arasında mübahisəyə səbəb olub. Lifti qırırlar ki, nəysə bu sakinlərə bir ziyan vursunlar. Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən Viləşçay MTK-yə məxsus 265 sayılı binanın ikinci blokunda quraşdırılan liftin trosu sınıb. Nəticədə bina sakinləri həyati təhlükə ilə üz-üzə qalıblar. Bu hadisəni araşdırarkən məlum oldu ki, sakinlərlə MTK arasında uzun müddətli qalmaqal mövcuddur. Sakinlər iddia edirlər ki, MTK evləri satdıqdan sonra da qanunsuz kommunal ödənişləri yığıb, özbaşına işlər görərək sakinlərin burada rahat yaşamasına mane olur. Bu liftlərin heç biri işləmir. Yəni işləyəcək, məsələn siz gəlmişsiniz, bu dəqiqə işləyəcək. Çəkiliş gəlsin, bir dövlət nümayəndəsi gəlsin, hamısını düzəldirlər, işləyir. Siz o yana gedən kimi söndürürlər, hamısı getdi. MTK-nın və qızı ilə kürəkəni binada özünü qanunsuz komendant sayıb, 10 ildən çoxdur, kommunal yığırlar. Mən şəxsən özüm 6 ilə yaxındır ki, binada yaşayıram. Hər ayda, ayın birindən mən onlara kommunal vermişəm. Hamısını qanunsuz, yəni heç bir əsas olmadan kommunal yığıb bu adam. 10 minə kimi kommunal yığır bu adam. Bizə heç bir şəkildə imkan vermirlər burada ki, rahat yaşayaq. Yəni artıq biz canımızdan qorxuruq ki, çünki hamımız yuxarı mərtəbəli mənzillərdə yaşayırıq. Yəni ora rahat çıxıb düşməyə artıq qorxuruq. Yəni bir çox valideynlərimiz, ailə üzvlərimiz hətta liftə minmək istəmirlər. Bu insanlara siz o qədər işgəncə verir, siz o dözümsüzdür də həqiqətən də. Bu cəmaət 8 aydır bunlar əsəb keçirdir. Yəni rahat şəkildə öz evlərində konfet kağızı verməyiblər ki, bir dənə ev almaq üçün gör nə qədər əziyyət çəkirsən ki, o evi alıb əldə eləmək üçün. Yəni cəmaət pul verib, əziyyətlə ev alıb, ev qazanıb, sadəcə olaraq burada ailə biznesi yaradıblar özləri üçün. Hüquqşünas Ruslan Vəliyevin sözlərinə görə bina sakinləri MTK-dan bütün təhvil təhsil sənədlərini qəbul etdikdən sonra idarəetmə tam olaraq onların öz ixtiyarına keçir. Yəni bu mərhələdən sonra binanın idarə olunması, eyni zamanda mənzillərlə bağlı qərarlar sakinlərin özləri tərəfindən qəbul edilməlidir. Mənzil sahibləri binanın ümumi saxlanması üçün xərclərdə, istifadə olunan xərcləri iştirak etməlidirlər. Yəni o dediyiniz kimi işıqlandırmadır, lifti və digər ümumi xərclərə iştirak etməlidirlər. Lakin Mənzil Məcəlləsinin 139-cu maddəsində qeyd olunur ki, yəni bütün bu belə deyək də kommunal xidmətlərin və bu xərclərin ödənilməsi üçün həmin mənzillərin sahiblərinin müqavilə olmalıdır. Əgər belə bir müqavilə yoxdursa, onda həmin mənzilin sahibləri, istifadəçiləri məhkəməyə müraciət edib və hesablanmış qanunsuz borcların silinməsi ilə bağlı iddia tələb irəli sürə bilərlər. Məsələ ilə bağlı Viləşçay Mənzil Tikinti Kooperativinin rəhbəri İsrafil Hüseynovla əlaqə saxladıq. Müsahibə verməkdən imtina etsə də şifahi olaraq bina sakinlərinin iddialarını təkzib etdi. Onun sözlərinə görə bina sakinlərinin bir qismi ərazidə komendantlıq və idarəçiliyi ələ keçirmək məqsədi ilə bu cür addımlara əl atırlar.